Salam, mənim adım İradədir. Universiteti yeni bitirmişdim. Tez bir zamanda iş tapdım və çox sevinirdim. Hər axşam evə gələndə isə Mia məni qapıda qarşılayırdı. Mənim sevimli pişiyim. Həyatım gözəl görünürdü. İşimi sevirdim, xəyallarım və məqsədlərim vardı. Amma zaman keçdikcə hər şey dəyişdi. İş getdikcə daha çox oldu. Mən isə dayanmadan işləməyə davam etdim. Özümə həmişə eyni sözü verirdim. Sabah Mia ilə vaxt keçirərəm. Tez çıxaram, dincələrəm. Amma o sabah heç vaxt gəlmədi. Mia hər gün qapının yanında məni gözləyirdi. Mən isə yorğun halda gəlib, yenə kompüterimi açırdım. Bir gün onu itirdim. Onda anladım ki, illərlə başqalarının arzuları üçün yaşamışam. Öz arzularımı isə içimdə gizlətmişəm. Vaxt çox sürətlə keçirdi. Amma mən bunu hiss etmirdim. Bir gün oyandım və başa düşdüm ki, ən dəyərli şeyləri itirmişəm. Sabah məni işdə başqa biri əvəz edəcək. Amma içimdəki o boşluğu heç nə doldurmayacaq. Ona görə sizə bir söz demək istəyirəm. Bir anlıq dayanın. Telefonu kənara qoyun. Sevdiyiniz insanlara vaxt ayırın. Çünki həyat çox sürətli keçir. Və bir gün geriyə baxanda anlayırsınız ki, ən vacib anları qaçırmısınız.